Salam, hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində konkret köhnə Yevlax avtovağzalında 4 mərtəbəli binanın ikinci mərtəbəsində bir otaq, 2 otaq düzəldilmiş. Bax, qarşıda gördüyünüz belə bir mənzil satılır. Hal-hazırda mən deməli mətbəxə aid olan ərazidə yerləşirəm. Bax, bura deməli qladovkasıdır. Bax, bura deməli mətbəxin bir hissəsidir. Gördüyünüz kimi, bax, belə bir mənzilin qiyməti 54.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Mənə elə gəlir ki, bir balaca burada, yəni artırma kimi də yer var. Bax, bu gördüyünüz ərazini nəzərdə tuturam. Yenidən, bax, qarşıda gördüyünüz ərazi mətbəxə aiddir. Dediyim kimi, köhnə Yevlax avtovağzalında yerləşir. İkinci mərtəbədir. Qiyməti 54.000 manatdır. Qiymətində mən bildiyimə görə bir balaca razılaşma olmalıdır. Hörmətli və dəyərli insanlar, xahiş olunur videoları bəyənin. İndi isə siz deməli hamamını görürsünüz. 2 tonluq su bakı var. İstilik sistemi kolonkadır. Qapısı dəmirdir. Bax, hal-hazırda deməli qapısını görürsünüz. Bax, bu cürdür. Bağışlayın. Bir balaca. İndi isə konkretni sənəddə olan otağı göstərirəm. Bax, necə var, o cürdə sizə məlumat verirəm. Bax, bu otaq sənəddə göstərilib. Qarşıda deməli ikinci otaq, bir otaq, 2 otaq dediyim ərazi, yəni o mini otaq. Bunun həmin otağın eni, bax, bu gördüyünüz otağın eni qədərdir, ancaq uzunluğu 3 metrə yaxındır. Bura bax, bu gördüyünüz o qədərdən gözə çarpır, bir balaca artırması var. Ancaq mən bildiyimə görə konkretni bura vaxtı ilə deməli balqon olub. İndi isə bax, bu balqon bir balaca böyüdüblər. Bildiyiniz kimi çox yaxınlıqdan, yəni bu ərazidə 28 nömrəli orta məktəb, yuxarıdan isə 10 nömrəli məktəb, 36 nömrəli məktəbdə demək mümkündür. Bundan başqa ətrafda çoxlu sayda, yəni göz balnisası, bazar stor və sair ticarət obyektləri yerləşir. İndi isə yenidən həmin bu otağı göstərirəm. Sənədi çıxarışdır, yəni asan xidmətdə alqı-satqı gedən sənəddir. Qiyməti dediyim kimi 54.000 manatdır. Qiymətində savsem bir balaca razılaşma olmalıdır. Onu da deyim ki, hədsiz dərəcədə, yəni bu binaya yaxın çoxlu sayda marşrutlar işləyir. Köhnə Yevlax avtovağzaldır. Konkretni bax belədir. Sizlərə uğurlar.